Rüfət həkim, xoşxəstəli və bədxəstəli prostat şişləri ilə bağlı nə deyə bilər? Çox gözəl mövzudur bu. Çünki burada hər ikisini diferensiasiya etmək ən önəmli faktorlardan biridir. Nədir bu? Xoşxəstəli çox vaxt buna hiperplaziya da deyirlər, prostat adenoması da deyirlər və xərçəng arasında böyük bir fərq var. Burada da xüsusi müayinələr üsulları ilə bunu aşkar etmək olar. Erkən diaqnostikada deyilmək olar buna. Çünki əgər xərçəng varsa, bunun nə qədər tez müayinə üsulu ilə diaqnozu qoyularsa, o zaman xəstəyə daha da uyğun müalicə üsulu tətbiq edərək xəstəni bu xərçəngdən uzaqlaşdırmaq, hətta azad etmək olar. Xoşxəsəli adenomalarda, yəni prostat adenomasında nə kimi şikayətlər olur? Hər ikisində eyni şikayətlər ola bilər. Həm xərçəngdə, həm də adenomada obstruktiv miksion şikayətləri ola bilər. Belə halda prostat adenomasında və xərçəngdə eyni şikayətlər ola bilər. Obstruktiv miksion şikayətləri deyirlər buna. Sidiyə zəif getməsi, gecə vaxtı sidiyə qalxması, ləngiməsi və qalıq sidik hissiyatı, sanki sidik hissəsi tam boşalmadı. Bunlar hər ikisində ola bilər. Lakin prostat xərçəngi elə bir xəstəlikdir ki, onu sadəcə bu şikayətlərlə aşkar etmək olmur. Burada əlavə müayinə üsulları tətbiq olmalıdır. Belə ki, PSA, prostat spesifik antigen deyirlər buna. Yəni qandan alınan bir analizdir. Bunun nəticəsi hər zaman bizə o şübhəni yarada bilər. Mütləq deyil ki, yəni PSA yüksək oldusa xərçəng var. Çünki bunun səbəbi iltihab da ola bilər. Ona görə əlavə müayinə üsullarından tətbiq olunmalıdır. Bizim pasientlər, bizim kişilərin xoşuna gəlməyən barmaq müayinəsi deyilir buna və bu barmaq müayinəsi çox əhəmiyyət kəsb edən bir müayinədir. Bunun nəticəsində prostatın konsistensiyası aşkar olunur. Sümük kimi sərtdirmi, yoxsa yumuşaqdırmı? Sərtlik olarsa, o zaman bizə məlumat verir ki, bu pasientdə xərçəng olmaq ehtimalı var. Bundan başqa, bəzən olur ki, həqiqətən prostat sərtdir, amma PSA yüksək deyil. Bunu əlavə edən bir müayinə üsulu var, MRT deyirlər, multiparametrik prostat MRT-si. Bunun da nəticəsində orada da klassifikasiya var, PIRADS 1, 2, 3, 4, 5 klassifikasiyası. 3-dən yuxarı olarsa, o zaman şübhə yarana bilər ki, burada prostat xərçəngi ola bilər. Belə halda hamısı şübhə yaradır. Əsas diaqnozu qoyan müayinə üsulu biopsiyadır. Əgər bu 3 müayinə üsulundan, yəni barmaq müayinəsi, PSA və yaxud da MRT, onların hər birində, yaxud da yalnız birində şübhə yaranarsa ki, burada şübhə var, prostat xərçəngi ola bilsin, o zaman biopsiya olunmalıdır. Və biopsiyanın nəticəsində artıq bəlli olur ki, xərçəng var ya yox. Əgər tez, erkən stadiyada bu müayinə üsulu tətbiq olunarsa, diaqnoz düzgün qoyularsa, o zaman xəstəmizə böyük bir yardımımız dəyə bilər və xəstə də bundan faydalana bilər. Belə hallarda, yenə deyirəm, bir çox uroloqlar, misal üçün, hətta bu barmaq müayinəsinə əl atmır. Halbuki bu böyük əhəmiyyət kəsb edir. Xoşxəstəliyi ilə prostat xərçənginin arasında diferensiasiyanı qoymaq önəmlidir. Əgər, dediyim kimi, bu barmaq müayinəsi və yaxud da MRT və yaxud da PSA yüksək deyilsə, o zaman adenoma diaqnozu qoyulur və yalnız adenomanın müalicəsi icra olunur. Digər hallarda isə hətta prostatın çıxarılması ilə yekunlana bilər. Belə halda pasientlərə müvafiq müayinə və müalicə üsulları tətbiq olunmalıdır.